Mədət Quliyevdən maraqlı açıqlama gəlib Ramiz Mehdiyevlə bağlı. Haqqında 4 aylıq ev tutaqlığı qəti imkan tədbiri seçilən prezident administrasiyasının sabiq rəhbəri Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq. Bu barədə Manşet.az eksklüziv açıqlamasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini Azərbaycan Milli Qəhrəmanı general polkovnik Mədət Quliyev bildirib. Milli qəhrəmanmış Mədət Quliyev. Hər şey qanun çərçivəsində öz əlini tapacağı bir nəfər vaxtilə şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hal-hazırda dünya miqyasında cənab prezidentin sayəsində ən önəmli yer tutub. Azərbaycan hüququ və dünyəvi dövləti hər bir şəxs qanun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. Və o bir sıra təşkilatların yapında üzvüdür. Zamanla və qanunu aliyi çərçivəsində hər şey həllini tapacaq. Hələ Ramiz Mehdiyev hələ Yeni Azərbaycan Partiyasının üzvüdür. Məncə birinci onu oradan kənarlaşdırmalı idilər.